Deyim də bir gün necə qonaq ola bilərik? Necə? Müştəri gəlib bura bəyənib, gedib orada oturub söhbət edib, behləşib çörəyimizi yeyib gedərik. Hə? Sən razı, mən razı. Heç bir şey. Hə. Göyçə alçası boyda və ağzınıza qoyursunuz bilsin olur, yağ. Çərdəksiz nar. Hə. Çərdəksiz nar görməmişəm. Qabığın soydun, saqqız kimi atdın ağzına, getdi. Ay maşallah. Salam. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz, dəyərli Elmi Rəmlaş kanalının izləyiciləri, əziz alıcılarımız. Mən bugün bir fərqli ərazidəyəm, çox fərqli ərazidəyəm. Necə deyəm sizə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəyim. Tam dəqiq olaraq yeri də deyəcəm sizə. Arxa tərəfimizdə dəniz, 250 metrlik məsafəmiz var. Hövsan bazarı, yəni ki, maşın bazarının qarşısındayım. 5 sotun içərisində şəxsi olaraq inşa edilmiş 3 mərtəbə 420 kvadratlıq bütün əşyalarla birlikdə 5 otaq şəxsi təqdim edəcəm sizlərə. Təqdim etməmişdən qabaq sizə bir söz deyim. Ev haqqında bütün məlumatları sizə bugün fərqli bir çəkilişlə gəlmişəm. Bugün ev sahibi özü məlumat verəcək. Ev sahibi dostumuzdur, çoxdan bizi izləyən müştərilərimizdən biridir. Allah onun canını sağ eləsin. Bayaqdan oturmuşuq həyətdə, sağ olsun, bizə çay da verib, içmişik. İstədim ki, ev haqqında tam olaraq, dolğun olaraq ev sahibi özü versin. Çox vaxtı belə bir şey eləməmişəm. Ev sahibilər çoxsu razı olmayıblar və yaxud da tikilib satılan evləri təqdim edirəm deyəni özüm edirəm. Amma bugün sağ olsun, ev sahibinə xahiş elədim. Dedi ki, mən sənin yanında ev haqqında bütöv olaraq məlumat verəcəm. Odər bəy, çox qeyri-adi bir adı da var. Allah canını sağ eləsin. Bağdadır. Yəni, belə deyim də, giyimlə narahat olmayın. Bağ adamıdır, gəlmişdi, hovuzlu bir evdir. Elə vaxtda gəldim, çıxdım ki, dedim ki, Odər bəy, çəkək sənin evi təqdim elə, amma sən özün məlumat ver. Olsun. Olar, Odər bəy, buyurun. Ev haqqında, yerləşmə haqqında məndən də ətraflı olaraq siz bir dənə məlumat verin. Deməli, asfalt yol, yoldan ikinci evik, birinci obyektlərdir, ikinci ev bizik. 5 sotun içində qeyd elədiniz, 420 kvadrat. Restoranın adı nə idi? Nanəli. Nanəli restoranın arxasında. Nanəli və balıq evi birləşir. Bəli, balıq evi. Çox qəşəng balıq verirlər əslində. Bomba da orayın balıq evi. Bir gün qonaq olun. İnşallah, inşallah. Deməli, 2 mərtəbə. Deyim də bir gün necə qonaq ola bilərik? Necə? Müştəri gəlib bura bəyənib, gedib orada oturub söhbət edib, behləşib çörəyimizi yeyib gedərik. Sən razı, mən razı. Heç bir şey. Monolitdir, bütün mərtəbələr. Deməli, birinci, ikinci mərtəbə tam istif oldu. Üçüncü mərtəbə pətə isitmədi. Pətə isitmədi. Deməli, evdə 4 dənə sanitar qovşağı var. Biri də həyətdə olmaqla ümumilikdə 5 dənə həyətdə. Həyətdə sanitar qovşağı var. 5 dənə həyətdə sanitar qovşağı var. Ən böyük yataq otağı 42 kvadratdır. İçində qardırobu var. İçində sanitar qovşağı var. Baxacaq inşallah, göstərəcəm. Təqdim eləyəcəm hamısını bir-bir. Yer hamısı qranitdir. 2 mərtəbə. 3-cü mərtəbə poldur. Patoloku da taxtadan yığılıb, çox gözəl bir retro dizayndadır, onu da görəcəklər. Həyətdə ən vacib bir şey həyətdə, Hövsan qumluq yerdir. Bəli. Bu həyəti gördüyünüz torpağı biz çıxartmışıq, atmışıq, torpaq 2 dənə, peyin. Torpaq 2 dənə, peyin bu formada 2 metr doldurmuşuq. Deməli, 2 dənə də spets ağacımız var burada. O seçilmiş, bayaq mənə deyirdi, dostu, xaricdən maşın gətirir, cəmaata pal-paltar gətirirlər hədiyyə. Gör, bu da belə qeyri-adi bir şeydir. Dostu buna xaricdən ağac təngi gətirir. Avropadan ağac gətirir. Bunlar körp ağaclar idi. İndi 6 ildir mən burada yaşayıram. Ağacların da altdan çox yaşılar, elə deyək. Bu zeytun, istəyirsə yaxınlaşaq bir şey göstərmək istəyir. Bu zeytun, o Naxçıvan göyçəsi olur. Bəli, böyük. Asol. O Naxçıvan göyçəsi boyda olur. Hələ çal vaxtdır, yetişməmiş vaxtdır. Baxın, baş barmağıma demək olar ki, çatıb. Görürsünüz bunu? Bəli. Bu olur göyçə alçası boyda və ağzınıza qoyursunuz bilsin olur, yağ. Nuş olsun. Deməli, bu İspanın sortudur. Zeytun. Bir dənə də orada narımız var. Üstündə maşallah. Mən bunu əslində birinci dəfə də eşidirəm. Niyə görə? Deyim də, mənim də yaşım var, gəzirəm. Tumsuz, çərdəksiz nar. Çərdəksiz nar görməmişəm. Qabığın soydun, saqqız kimi atdın ağzına, getdi. Ay maşallah. Olur qəşəng. Evi şəxsən, deyim sizə dəyərli izlə, evi şəxsən Odər bəy özü inşa eləyib, bütün proyektin də özü verib, hər bir şeyi. Evin qarşısında verandası var, göstərəcəm sizə. Filtrli hovuzu var, onu da göstərəcəm. Durduğumuz yer su çəndir. Durduğumuz yer 57 tonluq su çəni.
3 ay su gəlmədi Bakıya, problemdir. 57 ton, maşallah. Amma mən sizə onu deyim, həyətdə qaz, su, işıq, telefon xətti var, internet var, hamısı daimidir. Yəni problem yoxdur, hər bir şey var. Burada Odər bəyə indiyə qədər kamera lazım olmayıb, amma kamera xəttlərinin hamısı var. Var. Xoş gəlmişik hamımız. Həyətdə çox qəşəng təqdimat oldu. Ev sahibi ilə birlikdə. Bu birinci dəfə idi. İnşallah gələcəyinə kimsə belə bir şey olsa, ev haqqında istədim ki, ev sahibi özü məlumat versin. Dəhliz. Sağda qonaq otağı, solda mətbəx. Kiçik. Mətbəx otağı. Mətbəx otağında hər bir şey var, hər bir şey mövcuddur. Adası, sonra qab yuyan maşını, sobaları, soyuducusu. Bir daha söyləyirəm, bütün əşyalı satılır. Bütün əşyalı. Gəl, keçək. Üzbəüz. Evin birinci mərtəbəsi bütöv olaraq, ikinci mərtəbəsi qranit daşdan təmir olunub, isti döşəmədir. Sadə bir qonaq otağı. Maşallah. Gözəldir. Evin içərisi əvvəlcədən keçmişdim. Həyətə baxma çox gözəldir. Çox qəşəng də təmir olunub. Bir daha söyləyirəm. Şəxsi olaraq inşa olunmuş bir evdir. Bayaq qonaq otağını dedi. Deyirsən, qonaq otağı 40 neçə kvadrat olmalıdır. Hələ yuxarıda bir dənə yataq otağı. Hə? Yataq otağı, hə. Hamısı genişdir. Hamısı. Bax, sanitar qovşağına bax. Nə boydadır. Hündürlüyə bax. 4 metr dedi hündürlük. Birinci mərtəbədən ikinci mərtəbə hündürlüyü 4 metrdir. Üçüncü mərtəbə isə 3 metrdir. Yenə yataq otağı. Yəni hal-hazırda uşaqlar üçün oynayırlar burada. Elə bir şey eləyiblər. Gələcəkdə kim istəsə yox. Yaşlı adamlar üçün birinci mərtəbədə yataq otağı lazımdır. Bura, pilləkənin altın, bütöv olaraq. Bütöv dolabdır, çamaşırxanadır, paltar yuyan maşın buradadır. Burada da belə hamısı yerli yerində. Bu birinci mərtəbə. Keçək ikinci mərtəbəyə. Gəl. Evin içərisi çox qəşəng, xoşuma gəldi, çox qəşəngdir. Yəni həyətinə baxanda ki, həyəti sadəcə biraz səliqəli səhman, bir də ki, fasada bir dənə qəşəng rəng vurursan, çox qəşəng olur. Biz hal-hazırda ikinci mərtəbədə 3 dənə yataq otağı yerləşir. Böyük yataq otağı superdir. İzləmədə qalın, baxın, görəcəksiniz. Birinci yataq otağı, ikinci mərtəbənin birinci yataq otağı. Buradan maşın bazarı görünür. Restoran bu tərəfdədir. İkinci mərtəbənin tam mərkəzdə yerləşən sanitar qovşağı. İkinci mərtəbədə yerləşən ikinci yataq otağı. Allah bütün balaları saxlasın. Ən sonunda isə sizə geniş, böyük bir valideyn yataq otağını təqdim edəcəm. Valideyn yataq otağı, yataq dəsti, geniş, böyük bir yataq otağıdır. TV-si, burada iş masası, ev sahibinə aid, burada bəzənmə masası, qardirob otağı, geniş, şəxsi əşyalar olduğu üçün çox içəri keçib göstərmək istəyirəm, amma maşallah, geniş, hündür, böyük bir qardirob otağıdır. Bu da yataq otağının özünün şəxsi sanitar qovşağı. İndi isə qalxaq geniş bir dənə böyük bir mansardı sizə təqdim edeyim. Bir daha söyləyirəm, bütöv olaraq yaşayış sahəsi evin 420 kvadratdır. Sənədlidir, kubçalıdır, çıxarışlıdır. Maşallah, gözəl bir. Baxaq, mən sizə buradan dənizi də göstərəcəm, hardayam onu, hamısını göstərəcəm indi. Mansarddır, mansardda işıqlar. Bir dənə görüm, hansı yanır, hansı yanmır. Görüm, yandıra biləm. Yandı. Nəysə, işıqlarımız da yanır, hamısı yerindədir. Burada lampuçkalar açılıb, bura bir də masa qoyarsan. Baxın, gəl, göstərim buradan. Maşın bazarı dediyim. Gəl. Evin qarşısında balaca bir eyvanı var. Buradan da ki, bizim Xəzər dənizimiz görsənir. Birbaşa dənizə panorama. Xəzər dənizi.
350 metr olar. Dediyim kimi. Çox. Hə, burada var sanitar qovşağı. Hə, burada da sanitar qovşağı var. İkinci mərtəbənin istifadə eləmirlər, amma bütün hər şey hazırdır. Xəttlər falanlar hamısı çəkilib hazırdır. İstifadə olunmur sadəcə. Maşallah. Geniş, böyük bir ev sizə təqdim elədim. Əziz izləyicilərimiz, bu ev sizin ola bilər Hövsanda. Gözəl bir yerdə yerləşir. Hər yerə yaxındır, qarşısında marşrut falan, yolu asfalt, tam mərkəzi yola yaxın bir ərazidə. Bir daha söyləyirəm, qiymət start olaraq 350 min manatdır. Zaten ev sahibini də gördünüz. İnşallah ki, o ev sahibindən ev almaq hasandır olar. Təşəkkür edirəm sizə. Çox sağ olun. Bizi izlədiyi üçün bizlə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.